Allah həmd olsun, möhtərəm qardaşlar. Bizləri xeyirli bir günlərdə, xeyirli bir məclisdə cəm edib, təravih namazında Allah həmd olsun. Allah subhanahu wa ta'ala hər birimizi bu gözəl ayda bağışlasın, bizlərə rəhm etsin. Həqiqətən əzəmətli bir aydayıq. Bizim üzərimizə bu ayda çox böyük məsuliyyətlər düşür, möhtərəm qardaşlar. Çünki ayın əvvəlində baxırsan, mömin daha istəkli olur. Daha çox ibadət eləmək istəyir. Ramazan ayına daha sürətli şəkildə daxil olur. Ancaq artıq ortasına yaxınlaşanda baxırsan, insan, mömin səhlənkarlaşır. Çünki bütün əməllərdə belədir. Bir müddət sonra insanda müəyyən boşluq yaranır. Ona görə Ramazanın artıq ikinci yarısına keçirik. Rəbbimiz müvəffəq elədi. Birinci yarı tamamlandı. Rəbbimizə həmd olsun. Allah subhanahu wa ta'ala bu ayı gözəl şəkildə bitirməyə hər birimizə nəsib etsin. Müvəffəq etsin. Bizləri bu aydan bağışlanaraq çıxmağa bizlərə nəsib etsin. Ortancı onluq isə bir çox insanlara ağır gəlir. Və Ramazanın sonunda baxırsan, yenə də o istək artır. Çünki fəzilətli günlər var, fəzilətli gecələr var. Və çalışmalıyıq ki, hər günümüzü faydalı keçirək, möhtərəm qardaşlar. Hər günümüzü. Çünki Ramazan ayı ildə bir dəfə gəlir. İldə bir dəfə gəlir və eyni zamanda və çox insanlara nəsib olmur. Ona görə bu ikinci yarısını da faydalı keçirək. Və insan bilmir ki, mömin bilmir ki, onun bağışlanma günü hansı gündür. Və hər birimizin bu ayda bir gözəl niyyətimiz, hədəfimiz var. O da bağışlanmaqdır. Rəbbimizin rəhmətini qazanmaqdır. Və çalışaq ki, hər günümüzü dəyərli keçirək, möhtərəm qardaşlar. Xüsusən də Quran-ı Kərimi çox oxuyaq. Quran-ı Kərimdən çox faydalanaq. Allahın kəlamına dəyər verək. Və dualarımızı artıraq. Ramazan ayı eyni zamanda dua etmək üçün fürsət olan bir aydır. Oruclunun duası, həmçinin gecə namazlarında olunan dualar və çalışmalıyıq ki, duaları artıraq. Çünki dua insanı, mümini təmizləyir. Ona yardım edir ibadət etməyə, kömək edir. Çünki insan dua etmədən xeyrə çata bilməz. Bəzən insan istəyir, Ramazan ayını gözəl keçirsin, faydalı keçirsin, dəyərli keçirsin, ancaq görürsən, bəzən əlində olmur. Bəzən onu edə bilmir. Çünki müvəffəqiyyət Allahdandır. Müvəffəq edən Allahdır. Allah subhanahu wa ta'alədən müvəffəqiyyət istəməliyik ki, bizlərə müvəffəq eləsin, nəsib etsin. Bu gözəl ayı dəyərli keçirək. Və günün hər saatını mömin gərək faydalı keçirsin. Sübh namazından başlayaraq məsciddə qılsın sübh namazını. Sonra eyni zamanda təravih namazlarını, işə namazını cəmaatla qılsın. Və oruç tutarkən də diqqətli olsun. Orucunu çalışsın, qorusun. Çünki şeytan hər zaman bizim yanımızdadır. İstəyir ki, xeyir əməllərimizi, orucumuzu batil etsin.
xeyir əməllərimizi əlimizdən alsın. Çünki Allah Subhanahu wa Ta'ala'ya söz verib ki, qiyamətə qədər sənin bütün qullarını azdıracağım deyə. Necə ki, ayət kəlmədə Rəbbimiz buyurur ki, şeytan Rəbbimizin dərgahından qovulduğu zaman deyir ki, قَالَ فَبِعِزَّتِكَ لَأُغْوِيَنَّهُمْ əcməin. Sənin izzətinə, cəlalına and olsun ki, bütün qullarını azdıracağım. Və hər kəsə bir formada gəlir. Necə ki buyurulur, ثُمَّ لَآتِيَنَّهُمْ مِنْ بَيْنِ أَيْدِيهِمْ وَمِنْ خَلْفِهِمْ وَعَنْ أَيْمَانِهِمْ وَعَنْ شَمَائِلِهِمْ وَلَا تَجِدُ أَكْثَرَهُمْ شَاكِرِينَ. Onlara sağlarından, sollarından, önlərindən, arxalarından, hər tərəfdən yaxınlaşaram. وَلَا تَجِدُ أَكْثَرَهُمْ شَاكِرِينَ. Onları çoxsunu şükür edən tapmazsan. Və deyir, bütün qullarını azdıracağım. İllə ibadəkə minhumul muxlasin. Yalnız ixlaslı qullarından başqa. Ona görə möhtərəm qardaşlar, möminə qalan yalnız onun ixlasıdır. Hansı əməl ki, xalisdir, təmizdir, səmimidir Allahla, sənə qalan o əməldir. Hətta xırda bir əməl olsa belə. Ona görə biz elə bir aydayıq ki, bu ay bizlərə bütün xeyirləri öyrədir. Və xeyirləri öyrənmək üçün bir məktəbdir, bir mədrəsədir bu ay. Nəfsi islah etmək üçün gözəl bir fürsətdir, möhtərəm qardaşlar. Ola bilər hansımızınsa elə bir əməlləri var ki, biz onu tərk edə bilmirik. Ondan xilas ola bilmirik. Və bu ay fürsətdir ki, o əməllərdən uzaqlaşaq. O xisləti özümüzdən uzaqlaşdıraq. Çünki ibadət ayıdır. Başından sonuna qədər ibadət ayıdır. Və Ramazan haqqında da çox xatırlatmaqlar hamısı ona görədir ki, insanlar qafilləşməsin. Bu ayı boş keçirməsin. Çünki insan tez unudur. Tez qafilləşir. Görürsən, Ramazan haqqında xatırlatma işitdikdən sonra, 3-4 gündən sonra yenidən insan qafilləşir. Ona görə hər zaman nəfsini xatırlatmalıdır ki, əzəmətli bir aydayam. Bu ayı yatmaqla keçirməyim. Bu ayı dəyərli keçirim. Bu ayı faydalı keçirim. Və bilmirsən ki, gələn il sənə nəsib olacaq ya yox. Ona görə insan son Ramazanı kimi çalışmalıdır. Bütün ibadətləri etməyə çalışmalıdır. Və dünya işlərini çalışmalıdır, azatsın. Çünki ildə bir dəfə bizlərin qonağı olur Ramazan ayı. İldə bir dəfə gəlir. Və ona görə sahabələr, tabiinlər onu həsrətlə gözləyərdilər o ayı. 6 ay əvvəldən gözləyərdilər, dua edərdilər, Allahdan istəyərdilər o aya çatmaq üçün. Onun üçün əzəmətli bir aydır. Və hər bir müminin islahı üçün gözəl bir mədrəsədir. Ailəmizi, övladlarımızı, yaxınlarımızı islah etmək üçün gözəl bir fürsətdir, aydır. Ona görə bu ayda özümüz xeyir əməlləri artırmağa çalışdığımız kimi ailəmiz üçün də, övladlarımız üçün də, yaxınlarımız üçün də onlara da təşviq etməliyik. Onlara da bu xeyri çatdırmalıyıq. Və onlar da bu ayı dəyərli keçirsinlər. Çünki bu ayda bağışlanmadan çıxan bir müminin vay halına.
Necə ki, Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki, kim bağışlanmadan çıxarsa, üzü üstə cəhənnəmə sürükləsin. Yəni, bağışlanmaq üçün çalışmaq lazım. Bağışlanmaq üçün cəhd etmək lazım, əməl etmək lazım, dua etmək lazım, israrla yalvarmaq lazım Allaha. Və mümin bilmir ki, müsəlman bilmir ki, insan bilmir ki, nə vaxt bağışlanacaq? Hansı gün ona o qapı açılacaq? Və bir mümin bağışlanarsa, bütün xeyir qapıları onun üzərinə açılar. Ona görə bağışlanmaq mühümdür. İnsan bəzən düşünür ki, dua edəcəm, bağışlanacam. Yox. İnsan çox çalışmalıdır. Çox israrla Rəbbindən istəməlidir. Duaları artırmalıdır ki, və bilmir nə vaxt o qapı onun üzərinə açılacaq. Məğfirət qapısı, bağışlanma qapısı. Ona görə, möhtərəm qardaşlar, Ramazanın ikinci yarısını da çalışaq gözəl keçirək, faydalı keçirək, dəyərli keçirək, ibadətlərimizi azaltmayaq, daha da çoxaldaq, daha da artıraq, Quran-ı Kərimi daha çox oxuyaq və xeyir əməlləri hamısını artıraq. Necə ki, Allah Resulü sallallahu aleyhi və səlləm Ayşə anamızdan hədis gəlir ki, şəddəmi idara, yəni Ramazanın hər keçən günü ibadətləri daha çox artırardı. Daha şiddətli formada, daha gözəl formada ibadətlərini artırardı. Bütün xeyir əməllərini daha çox edərdi. Normalda etdiyi ibadətləri 2 qat, 3 qat artırardı. Və xüsusi bir əməli yox, bütün əməlləri. Bütün xeyir əməli, namazları da, ibadətləri də, sədəqələri də, bütün xeyir əməlləri artırardı. Çünki mövsümdür. Biz artıq Rəbbimiz nəsib edib bu mövsümü yaşayırıq. Allah həmd olsun müvəffəq edən Rəbbimizə. Ona görə bu günləri dəyərli keçirək, qardaşlar. Və Rəbbimizdən çoxlu bağışlanma istəyək. Allah Subhanahu wa Ta'ala hər birimizi bu aydan bağışlanaraq çıxmağı nəsib etsin. Allah Subhanahu wa Ta'ala hər birimizə rəhm etsin. Allah Subhanahu wa Ta'ala hər birimizi doğru dini üzərində sabit etsin. Allah hər birimizi eşidib faydalanlardan etsin. Sallallahu və səlləm alə nəbiyyina, Habibina Muhammed.